Avropada müharibə təhlükəsini artıran yeni ittihamlar gündəmdədir. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə Ukraynanın Polşa və Rumuniyada təxribat planları ilə bağlı yayılan məlumatlar təsdiqlənərsə, bu qlobal toqquşmaya yol aça bilər. Kremlin bu iddiası bölgədə gərginliyi bir qədər də artırıb. İndiki məqamda dünyada səssiz davam edən müharibənin sükunəti pozulacaqmı? Təfərrüatlara sujetdə nəzər yetirmişik, izləyək. Ukraynanın Rusiyaya qarşı yeni təxribata əl atdığı bildirilir. Bir müddətdir Moskvaya məxsus olan və NATO ölkələrinin səmasında uçduğu iddia edilən PUAlar əslində Kiyevin planının bir parçasıymış. Macarıstan mediasının yaydığı məlumata görə Ukrayna Rusiya bayrağından istifadə edərək Rumıniya və Polşada provokasiya törədib. Eyni zamanda irəliləyən dövrdə yeni mümkün təxribatların olacağı ilə bağlı xəbərdarlıq edilib. Bütün bu addımlarsa Moskvanı zənn altında qoymağa hesablanıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova səsləndirilən iddialara cavab verib. O, xəbərlərin təsdiqlənəcəyi təqdirdə müharibə variantının seçilməsinin qaçılmaz olduğunu bildirib. İddialara görə PUA təxribatı 3 mərhələdə gerçəkləşdirilir. İlk olaraq vurulan və ələ keçirilən texnika bərpa edilir. İkinci mərhələdə dronlar NATO'nun əsas nəqliyyat mərkəzlərinə yönəldilir. Və son olaraq Kiyev səlahiyyətləri Avropada dezinformasiya kampaniyası təşkil edir. Nəticədə Rusiya ilə alyans arasında münaqişə riski yaranır. Rusiyanın bu NATO sərhədlərinin pozması ilə bağlı olan addımlarına NATO kifayət qədər yüksək reaksiya versəydi, düşünürəm ki, bu həqiqətən də 3-cü Dünya müharibəsinin başlanmasına gətirib çıxardan əsas məqamlardan biri ola bilərdi. Amma indiki məqamda bunun Ukrayna tərəfindən olması ilə bağlı iddialar səsləndirsə belə, bu müharibənin gedişatına xüsusi təsir edici amillərdən biri ola bilməz. Son paylaşılan informasiya da biraz manipulativ xarakter daşıyır. Çünki Trumpın bəyanatları və Avropa dövlətlərindən Ukraynaya verilən bir mənalı dəstək onu göstərir ki, Rusiya üzərində kifayət qədər əsaslı hücumlara hazırlaşılır və bu Ukrayna ərazi bütövlüyünün bərpa olması ilə bağlı real nəticələri özündə ihtiva edə bilər. İndi Avropa 3-cü Dünya müharibəsinin başlanmasına çox yaxındır. Əgər təxribat nəticəsində Rusiya ilə NATO ölkələri qarşı-qarşıya gələrsə, bu hal artıq lokal münaqişədən çıxaraq qlobal müharibəyə çevrilə bilər. Xüsusilə də Moskvanın hava məkanını pozduğu iddia edilən Rumıniya, Polşa və Estoniya kimi ölkələr alyansın kollektiv müdafiə mexanizmi olan 5-ci maddə ilə qorunur. Bu baxımdan da Macarıstan mediasının yazdıqları təsdiqini taparsa, NATO cavab verməyə məcbur olacaq. İndiki məqamda Rusiyadan Avropaya hücum təhlükəsinin artması ilə bağlı səsləndirilən arqumentlər siyasi gərginliklə bərabər münaqişə riski potensialını da artırır. Həmçinin Moskvanın iqtisadiyyatı ilə sınağa çəkilməsi də ziddiyyəti artıran məqamlardandır. Böhran dərinləşdikcə münasibətlərin hərbi fazaya keçməsi təhlükəsi böyüyür. Bir tərəfdən həqiqətən də Ukrayna bu təxribat planına imza ata bilər və burada müharibənin miqyası daha da genişlənəcəkdir. Digər tərəfdən elə Ukraynanı bu cür təxribat maxinasiyasını hazırlamaqda ittiham etməklə Rusiya öz hərbi planlarını daha da genişləndirə bilər və eləcə də Ukrayna ilə yanaşı digər ölkələrdə hədəf alına bilər. Zakharovanın sözlərinə görə hazırda təxribatla bağlı əsas məsuliyyət Kiyev rejimini yaradan və onu ayaqda saxlayanların üzərinə düşür. İndiki məqamda onsuz da gərgin olan geosiyasi vəziyyət isə bölgədə provokativ ruhu gücləndirir. Belə olan halda isə üstörtülü şəkildə davam edən 3-cü Dünya müharibəsinin açıq, aktiv fazaya keçməsi qaçılmaz olur.